Deməli dostlar, hər vaxtınız xeyir olsun. Sizi Avtoprojekt servisindən Elməttin salamlayır. Gördüyünüz Unized avtomobili 1000 kilometr odometre, yəni ümumi 1000 kilometr məsafə getdikdən sonra maşın xoda düşmür. Xoda düşməmə səbəbi maşın xodlanır, sönür və aşıbqa çıxır ki, yağ təzyiqində problem var. Biz mühərriki aşağıdan baxdıq ki, yağ nasosunda qırıntı var, bir dişi qırılıb. Gördüyünüz kimi yağ nasosunun bir dişi qırılıb deyə təzyiqi itirir. Biz bunu yeni yağ nasosunu əvəz edəcəyik və üstünə qoyacağıq. Bu arada gözəl bir funksiya eləyiblər ki, əla bir funksiyadır ki, yağ nasosunun təzyiqi qalxmayanda maşını avtomatik söndürür. Digər o benzin maşınlar kimi işləyib valı dağıtmır, şatunun klatçı dağıtmır. Yüngülvarı bir iz salıb, yüngül iz. O da yəni problem deyil. Bu qədər minnətdarıq.